İslam ümmətinin arasında bir dəstə insanlar var. Adı müsəlman olsa da, namaz qılsa da, həccə getsə də, Quran oxusa da, onlar həmişə İslama böyük zərbələr vurublar. Hətta onların vurduğu zərbəni heç kafirlər belə İslama vura bilməyiblər. Təəccüb edirsiniz. Deyirsiniz ki, necə yəni? Namaz qılar, məscidə gedər, həccə gedər, oruç tutar, Quran oxuyar, amma İslama elə zərbə vurar ki, kafirlər heç o zərbəni vurmayıblar. Bəli. İnanmırsınız? Qulaq asın. Bunlar kimlərdir? Bunlara İslam tarixində xavaric yaxud da təkvirçilər deyirlər. İslam ümmətinin arasında o qədər bunlar zərbələr vurublar ki, İmam Zaman əleyhissalamın zuhurundan qabaq əleyhissalam onlar yenə də baş qaldıracaqlar, müsəlmanları qətli am eləyəcəklər. Bunların işi düşmənlə yox, kafirlə yox, sehyonistlərlə yox, bunların işi ancaq elə daxili müsəlman möminlərin qanın tökmək olacaq. Bunların tarixi qayıdır ilk növbədə elə bizim Peyğəmbərin öz dövrünə. Bəli. Fikirləşməyin.